Hanımın sosial fobiya problemi vardı. Bu problemlə müraciət etmişdi mənə. Konkret olaraq seansda baxanda demək problem nə idi? Xanımın anası tərəfindən oğlan kimi böyüdülməsi faktı. Xanımın кейsində bu problemi rastlamışdıq. Yəni ana oğlan uşağı doğmaqdan ötürü oğlan uşağı doğa bilmədiyinə görə qızını oğlan kimi yetişdirirdi və bunların nəslində 16 nəsildən gələn qadınlığa, qızlığa nifrət var idi və çünki nəsillərində yüngül əxlaqlı bir xanım vardı və bunların nəslində qadınları qadın olmağa əslində pis yola düşərəm qorxusu olduğuna görə qadınlıqlarından imtina etmişlər və özlərini kişi kimi aparmağa çalışırlar. Hətta xanımın nənəsi oğlan uşağı dünyaya gətirməkdən ötürü 9 dənə qız uşağı dünyaya gətirmişdi və ondan sonra oğlan uşağı dünyaya gətirmişdi və qurban olaraq da bu xanımın anasını seçmişdi. Bu xanımın anası da öz qızını qurban seçmişdi və Ceres xanım anası tərəfindən sevilmək üçün özünü oğlan kimi aparırdı və özünü oğlan kimi apardığına görə də cəmiyyət tərəfindən yanlış qınanılar, lağa qoyular qorxusu yaşayırdı, sosial fobiya yaşayırdı və təbii ki, psixoloqlar bunun dərinliyini araşdırıb tapa bilməmişdilər. Özünü belə qəbullanmalısan, elə eləməlisən demişdilər, amma konkret olaraq biz xanımın o problemini aradan qaldırmışdıq və morfoloji olaraq da menstrual ağrılar da xanımın aradan qalxmışdı. Konkret olaraq özünü qəbullanmağa başladı. Yəni bu faktlarda belə ola bilər, yəni dərində yatan səbəblərə baxanda çox səbəb var. O baxımdan da yəni dərin qazmaq lazımdır.